ifadəsini verdim. Heç nə, hamıyla da məhkəmədə inşallah görüşəcəyik. Salam Ayarzu, salam. Yox, hayır, elə təngi nəfər şəkər bir nətər qalxmışdısa məndə. Ürəyim getmişdi. Su o qədər içirdim ki, dayanmışdı. Aleyküm əssalam. Söyənləri. Günəş, teşekkür ederim. Var olasın. Heç nə. Mahir şantaj elib əlində siqaret falan. Bunun ikinci dəfədə başıma gəlib. Mahirin ucu söyüşləri, Əbülfəzin ucu söyüşləri, yəni WhatsApp-ımda var da, yəni üzr istəyirəm, dönə-dönə sizdən üzr istəyirəm deyə gələrəm Bərdədə dalını dağıdacağım. Yaxşı, Əbülfəz gələrsən dağıdarsın, sənlə mən məhkəmədə görüşəcəyik. Narahat olma. Sənin yerin deşində də olsa gətirsəcəklər, hava yerə qaçma. Nömrəni dəyişməkdən deyil. Gələrsən, gör kimin dalını dağıdır. Neyse, bu barədə söhbət eləsi deyiləm ki, yəni sağ olsun, dəstəkçimi ağız açdım. Yox, nə başını bıraxayım? Mən dilləmirəm. Bu nədir? Ona görə də dostlar, bugün bu haqda da çox danışmaq istəmirəm. İnşallah məhkəmədə də çəkilişlər olacaq. Ondan sonra da məhkəmədə hər birimiz görəcək. Mahir, sən yaxşı yerində də yat. Səni kimlər örgədib, zəngilib, söydürsən. Hər şeydə kayıt var. Flash karta da belə, söyüşlərini belə. Onu elə bilmək ki, sizi rahat bıraxacağım. Onu elə bilməyin. Arzu. Atan bir. Mercedes istiyor. Hoş geldin. Bunlar uzun istiyor 15 dakika geçiyor. Neynəm? Son başlığına dənlə suyuna, dənmanlı deyil. Karta götürürsünüz ve birbaşa məhkəməyə gedirsiniz. Mən də bu günlərim elədim. Mənim də xarcım çıxdı 300 manat. Yəni
Sizdən məncə vəkil də danışdım, ərizəmi də yazdım. Lazım olan yerlərə, daha da böyüklərə müraciət elədik. Ərizəmiz də gedib. Can, söhbət kimdən gedə var? Kimdən gedə var? Söhbət kimdən gedəcək? Mahirdən gedəcək. Mahirin evində qaldığı Əbülfəzdən gedəcək. Nə olub ki Can orada? Nə baş verib Can? Vallahi mən ayrılıb gəlmişəm, evimdə oturmuşam, toyuq cücəmi saxlayıram. Məndən əl çəkmirlər. Saat 1 demirlər, 2 demirlər, 3 demirlər. Atama zəngirlər, əxlaqsız söyüşlər. Mənə əxlaqsız söyüşlər. Və ayıb deyil. Bəli, işləmişəm. Kim işçiyə var, nə bilim ha? Sen kim? Pirşaxıda deyirsinizsə, bəli, Kimsə? Pirşaxıda işləmişəm. Ne işləməmişəm ki? Bir gün işləmişəm, 20 manat pulamışam, orada da dava qalxıbdı. Mənim evimdə çörəyim yox idi, işığım yox idi. Əlbəttə ki, kafedə işləmişəm. Bir gün getdim ki, bütün günü görmürdünüz ki, Mahir məni TikTokda diləndirirdi. Sizin pulunuzla mən evin pulunu vermədim. Gözəl insanlar, niyə bu qədər haqqı itirirsiniz? Hele deyirsiniz, Mahir sənə yaxşı bax. Mahir mən harama yaxşı baxıb? Harama yaxşı baxıb da Mahir? Barmağın qatdalasın ki, işləmişəm, mən Arzuya bunu yedizdirmişəm. Hələ mən sizin pulunuzdan ev pulu vermişəm, yemək qarnıma yemək alıb yemişəm. Mənə tükanda öldürür ki, ay filan kəs, ay pozğun, ay küçə qadın, mənə pivə alasan ya araq alasan. Alır və başlayır məni döyməyə. Mən xəstə adamam. Mənim mədəmdən nətər əməliyyat yerimdən nətər udardan vurursa, siz ona inanırsınızsa, gedin inanın. O Mahir, o da sən. İnşallah bunlar da mən məhkəmədə görüşəcəm. Yazdırmışam. O Mahir kişidir be ya. O Mahir kişidir, o Mahir'de kişilik yoktur. Atımın qalopkası ondan yaxşıdır valla. O nə kişidirsə onunla bir yerdeydi, o nə kişiydi. Mən onu, siz necə? Mən ona adam eləmək istədim. Mən ona dedim ki, məsəl üçün da Sen ona qaymaq deyə vardın, qaymaq, şur deyə vardın, bal deyə vardın, qaymaq deyə vardın, nə oldu? Mən yemədim, yedizdirdim. İçmədim, içizdirdim. Geyinmədiyimi cırıq-cundur paltarları cəmaat o bu paltarı verirdi. Kişilikdən də vurur. Görmürdü ki, hələ evə də 4-5 dənə də kişi gətirirdi. Və bunu mən hara qoyum? Mən o haqda danışmaq istəməm. Bilmirəm. Zaten yazdırmışam da söyüşlərinə görə də vətənindən qaçdığı üçün də hər kəsini, hər dadını, ən birinci mənə kimlərə söydürürsə, hamısı da var kayıtları. Narahat olmayın. Hər kəs də haqq, ədalət yerini bulacaq. Heç narahat olmayın. Sigaret çəkirəm, yaxşı eləyirəm. Sənə deyirəm, mən sigaret pulu at mən alım. Hə? Yoxsa kiməsə deyirəm? Mən dədəmə sən söyürsən, mən anamın başına qazan qoysan söyürsən, nə? Evindən xəbəri olmayan. Sənlə mən məhkəmədə görüşəcəyik. Dostlar, hədiyyə yeri bağlandı, biraz açıb bağlayıram bir göz.